Salam dostlar. Bugün biz Mehriban Əliyevanın Emin Hüseynovu təhdid etməsindən danışacağıq. Yəqin hamınız görübsünüz o səhnələri. Münhendə baş verən Emin Mehriban Əliyevə yaxınlaşır və ondan demokratiya bağlı suallar vermək istədiyini deyir. O isə növbəsində Eminə deyir ki, sən nə bilim bu səfirlikdə qadın paltarında gizlənmirsən və Allah canını sağ eləsin. Sözün danışığı, sözün deyilişi təhdid. Yəni, bu bir mənalı olaraq Mehriban Əliyeva Emin Hüseynovu təhdid etdi. Nəyə görə mən bunu təhdid adlandırıram və ciddi qəbul olunmasını lazım bilirəm? Ona görə ki, Mehriban Əliyevanın belə təhdidləri ilə Elmar Hüseynov qətlə yetirildi, Rafiq Tağı qətlə yetirildi, Rasim Əliyev qətlə yetirildi. Mehman Gələndərli qətlə yetirildi, Vidadi İskəndərli qətlə yetirildi. Bayram Məmmədovu İstanbulda, Bakıyan Hüseynovu Tiflisdə öldürdülər. Bu ailə öldürülür, bu ailənin sifarişindən öldürülür. Məhəmməd Mirzəliyin başını kəsmək istəyiblər, Orxan Ağayevi evin qarşısında döyüblər, yoldaşının, az yaşlı uşaqların qarşısında döyüblər. Bu ailə qatildir, bu ailənin əli qanlıdır. Mehriban yalan danışdı, şübhəsiz. Mehriban yalan danışdı ki, Emin Hüseynov səfirlikdə qadın paltarında gizlənib. Amma bir xatırlama edəcəm mən. Hər kəs üçün bir xatırlama edəcəm. Emin Hüseynov səfirlikdə gizlənməmişdən öncə, əvvəl onu başından vurmuşlar kütüphələtlə. Öldürmək istəmişlər və xəstəxanaya düşmüşdü. Musa Nağıyev adına təcili yardım xəstəxanasında, Köhnə Semoşka xəstəxanasında yatırdı. Orada da onun vəziyyəti ağır idi. Həkimlər onu fiziki cəhətdən məhv etmək istəyirdi. Alınmadı. Nəyə görə alınmadı? Çox güclü ictimai nəzarət təyin olundu. Alternativ həkimlər gətirildi ora. Eminin başı üzərində ictimai nəzarət təyin olundu. Növbə dostları, yaxınları onun keşiyini çəkdilər. Alternativ həkimlər ona vurulan iynələrə, dərmanlara nəzarətlədi. Ona görə Emin sağ qaldı. Yeri gəlmişkən, Ratinin digər əməkdaşı İdrak Abbasov eyni xəstəxanada başına başqa bir cür oyun açırdılar. Onda bir neçə nəfər adam, mən, Şahvəlat Çobanoğlu, Xədicə İsmail, Adil Qeybulladan xahiş etdik. İdraki gəlib yoxladılar, məlum oldu ki, İdrakin bir qabırğası qırılıb, amma həkimlər o qabırğanı sarımırdılar. Ora bir tibbi bir avadanlıq qoyulub sarılmalıdır, sarılmıyor. Məlum oldu ki, idraka qondurucu dərmanlar yazıblar. Adi Qeybullah həmin resepti kənara atdı, yeni resept yazdı. Və İdrak Abbasovun üzərində ictimai nəzarət təyin olundu. Növbə oldu o vaxt Xalq Cəbhəsinin gəncləri, Nida Vətəndaş Hərəkatının gəncləri İdrak Abbasovun keşiyini çəkdilər. Ona özümüz aldığım dərmanları verdilər. Ona özümüz alan iynələr vuruldu və İdrak ölümdən xilas olundu. Amma həmin xəstəxanada Rafiq Tağını qətlə yetirmişdi. Həkimlər qətlə yetirmişdi. Büyüm də ailəsi deyir ki, həkimlər qətlə yetirdi. Emin Hüseynovu öldürə bilmədilər. Emin Hüseynov oradan sağ çıxdı. Sonra ümumiyyətlə səfirlikdə gizləndi. Səfirlikdə gizlən bir jurnalistin səfirlikdə gizlənməsi məsələsi hakimiyyət üçün utancdır. Emin Hüseynov öldürülməsin, həbs olunmasın deyə gedib səfirlikdə gizlənmişdi. Və İlham Əliyevlə danışıqlar nəticəsində ölkəni tərk edib getmişdi. Amma Emin Hüseynov ölkəni tərk edəndən sonra Ratinin gənc bir rəhbər təyin etmişlər. Rasim Əliyev, gənc jurnalistimizdir. Rasim Əliyev həmin Musa Nağıyev adına xəstəxanada, təcili yardım xəstəxanasında, keçmiş Semoşka xəstəxanasında məhz həkimlərin sayəsində həyatını itirdi. Əliyev hakimiyyətin sifarişi ilə Rasim Əliyevin qırılmış qabırğalarını müalicə eləmədilər. Və daxili qanaxmadan Rasim həyatını itirdi. Danışa-danışa həyatını itirdi. Çünki bu daxili qanaxmanın heç bir ağrıları, fəsadları olmur. Rasimi öldürdülər xəstəxanada və həkimləri, onun ölümünə səbəb olan həkimlərin heç biri məsuliyyətə cəlb olunmadı. Rafiq Tağını öldürən həkimlərin heç biri məsuliyyətə cəlb olunmadı. Rati haqqında danışacağım sizə. Unutmuşsunuz Ratini.
Emin Hüseynovun yaratdığı reportörlərin azadlığı və təhlükəsizliyi institutu vardı. Obyektiv TV vardı. Obyektiv TV indi də var. Rati da var. Amma ölkə xaricindədir. Və ölkədə jurnalistlərə qarşı olan baskıları dərhal reaksiya verən, sənədləşdirən, beynəlxalq alimə çıxardan təşkilatlardan biri idi Rati. Rati eyni zamanda jurnalistika məktəbidir. Ratidə xeyli adam jurnalistika təlimləri keçir. Jurnalist oldu. İndi tanınmış jurnalistlərdir bir hissəsi. Azərbaycan hakimiyyətinin Ratiyə və Obyektiv TV-yə qarşı dəhşətli dərəcədə bir baskısı vardı. Bağladılar, qapısını möhürlədilər Emin gedəndən sonra. Və Emin ölkəni tərk edəndən sonra Rasim həmin Ratinin direktoru seçilmişdi. İlham Əliyev Rasimi qətlə yetirməklə Emindən qisas aldı. Bugün Mehriban Əliyevə deyir, sən arvad paltarında, qadın paltarında qaçıb gizlənmişdi. Ona görə Emin gedib səfirlikdə gizlənmişdi ki, labüd ölümdən, labüd terrordan canını qutarsın. Öldürülməsin. Axı sən Mehriban Əliyevə, sənin göstərişindən Elmar Hüseynov qətlə yetirdi. Sənin göstərişindən Vidadi İskəndərli qətlə yetirdi. Budur məsələ. Və o verilən cavab sənin tutduğun vəzifə ilə daban-dabana ziddir. Ərin ölkənin prezidenti postunu zəbt etmiş adam. Deyir ki, dünyada müstəqil media yoxdur. Bu, həyasızlığın zirvəsidir. Bax, dünyada müstəqil media yoxdur sözünü deməmişdən bir dəqiqə öncə bir dəstə jurnalistə müsahibə verib və boynuna alır ki, etiraf edir ki, Azərbaycanda müstəqil media yoxdur. Onun müsahibə verdiyi o adamlar jurnalistlər deyildi, jurnalistlər idi. Aslı mediadır, cib mediasıdır, yandaş mediasıdır. Azərbaycan xalqından oğurlanan pullarla saxlanılan mediadır. Bax, Əliyevlə ailəsi, Səni Mehribanı, İlham Əliyevi, Leylanı, Arzunu, Alyonanı, Heydər Əliyevi təbliğ edən mediadır. Bəli, o media müstəqil deyil, amma biz müstəqilik. Və sən nə qədər müstəqil media yoxdur desən də, bu dəqiqə həbsdə saxladığın 9 xanım jurnalist müstəqildirlər. Azad adamlardır onlar. Hətta həbsxananın içində belə azaddılar. Hətta həbsxananın içində belə orada baş verən korrupsiya, oğurluq, qeyri-qanuni hadisələr barədə reportajlar yazırlar. Yazılar. Müstəqil media idi. Meydan TV, Toplum TV, Abzas Media. Siz qorxunuzdan həmin mediaları bağladıb rəhbərliyini və aparıcı jurnalistlərini həbsə atmışsınız. Həyasız adamlarsınız siz. Mehriban Əliyeva növbəti qətlin terror hadisəsinin anonsunu verdi Münhendə. Münhendə təhlükəsizlik konferansının keçirilən binanın önündə Mehriban Əliyeva Avropa təhlükəsizliyinə təhdid mesajı verdi. Bu ailə Avropadakı təhlükəsizliyə təhdidlə, bu ailə Avropada terror həyata keçirildi. Bu ailə Avropada Vidadi İskəndərlini, Vüqarizanı qətlə yetiriblər. Birini Belçikada, birini Fransada. İstanbulda qətlə həyata keçiriblər. Tiflisdə qətlə həyata keçiriblər. Və Mehriban Əliyeva Münhen Təhlükəsizlik Konferansı çərçivəsində Azərbaycan jurnalistini ölümlə təhdid edib. Sənin canın sağ olsun deməyin arxasında nələr durduğunu. Bu coğrafiyada yaşayan adamlar çox yaxşı bilir. Mafyoz jargonunda, Vorzakon jargonunda, kriminal ailəm jargonunda. Hədə-qorxu gəlirsən Mehriban Əliyeva. Sənin əxlaqına uyğundur bu hədə-qorxu gəlmək. Sizin ailənin əxlaqına uyğundur. Amma tutduğun vəzifəyə, zorla tutduğun, qeyri-qanuni tutduğun vəzifəyə uyğun deyil. Uyğun deyil sənin bu dünənki təhdidi. Hüseynovlara qarşı olan sizin qəzəbiniz Alyona hadisəsi ilə əlaqədar deyil. Alyonaya qədər də siz etmədiyiniz qalmayıb. Ratini bağlamısınız, Rasim Əliyevi öldürmüşsünüz, adamların evinə kamera quraşdırmışsınız, fəaliyyət göstərməyə qoyub. Bunların hamısı ona görə olub ki, Rati, Obyektiv TV, Sancaq və s. Bunlar sizin korrupsiyanız haqqında yazır. Bunlar sizin ailə cinayətləriniz haqqında yazır. İndi bəziləri deyir ki, qisas alırlar. Niyə görə qisas alınmamalıdır? Və bu sualın cavabı yoxdur. Adam cinayət törədir.
və törətdiyi cinayətə görə cəzalandırılır, həbsə göndərilir. Bu qisasdır. Harada fırlasınız? Etdiyi cinayətin cavabını verir, qisası alınır bunu. Və hər bir şey həmin o cəza da verilən, törədilən cinayətə görə olmalıdır. Əliyevlərin törətdiyi cinayətlərə görə cəzalanmayıblar. İfşa videoları nə mənəvi baxımından, nə qanuni baxımından, nə hüquqi baxımından heç nə pozuntusu deyil. Bu ailə publik ailədir. Bu ailə 10 milyonluq xalqı sömürən bir dənə ailədir. Hakimiyyəti zorla qəsb ediblər 93-cü ildə. Çevriliş yolu ilə gəliblər. 2003-cü ildə adam qətlə yetiriblər. 3000 nəfərdən yuxarı adam həbs olmuşdur, müsavatçılar həbs olmuşdur. Həbsxanalarda döyüb müsavatçıları öldürüb hakimiyyətə gələn adamlarsınız siz. Sizin etdiyiniz cinayətlərin heç onda birinə, %1 qədər cəzalanmırsınız. Siz bu ölkənin bütün sərvətlərində tək sahib olmuşsunuz. 3000-dən yuxarı şəhid vermişik, Qarabağ azad olun. Ümumiyyətlə Qarabağ uğrunda Azərbaycan xalqı 50.000-dən yuxarı şəhid verib. Və bu Qarabağ indi bir ovuc Əliyevlər ailəsi tərəfindən zəbt olunur. Paşayevlər gedib, Paşayanlar gedib, Paşayevlər gəlib Qarabağ. Paşayevlər zəbt edib. Paşayanı Paşayev əvəz edib. İndi o torpağın sərvətlərini Qarabağlılar, o torpağın əsl yiyələri yox, Əliyevlər orada istifadə edir. Əliyevlər ondan yararlanır. Budur məsələ, budur problem olan. Və siz hesab edirsiniz ki, sizin heç kəs oğurluğunuzdan danışmamalıdır. Sizin korrupsiyanız haqqında heç kəs danışmamalıdır. Yanılırsınız. Siz qətillər törətməklə istədiyinizə nail olmayacaqsınız. Elə bir fikirləşməyin ki, siz əbədi hakimiyyətinizi bərpa edəcəksiniz. Bunu da təmin edəcəksiniz əbədi hakimiyyətiniz. Olmayacaq belə bir şey. Elmar Hüseynovu öldürdünüz, Rafiq Tağını öldürdünüz. Nə dəyişdi? Heç nə dəyişmədi. Yenə sizin oğurluğunuzdan, korrupsiyanızdan, cinayətlərindən yazdı. Azərbaycanda araşdırma jurnalistikasına başlayan adam Elmar Hüseynov idi. Sizin oğurluq faktlarınızı araşdırıb yazırdı. Elmarı öldürdünüz, bu iş daha da böyüdü, daha da ciddiləşir. Daha peşəkar bir səviyyədə araşdırma jurnalistikası yarandı Azərbaycanda. Xədicə İsmail, Sevinç Vaqif qızı, digərləri. Böyük bir araşdırma jurnalistikası qrupu yarandı Azərbaycanda. Büyüm də var, sabah da olacaq. Elmarı öldürdünüz, biz yazdıq. Bizi öldürəcəksiniz, bizdən sonra gələn daha savadlı, daha cəsarətli, daha ağıllı gənclər yazacaq. Və sizə əmin edirəm ki, indiki gənclər özünü bizlərdən əvvəlkilərdən daha savadlıdırlar, daha imkanlı, daha çox dil bilirlər, texnika ilə davranmağı daha yaxşı bilirlər, daha yaxşı məlumatları, informasiyaları və təsirləri var, daha yaxşı. Dünyaya açıla bilirlər, internet var bulan dövründə. Çoxlu dostları var, əlaqələr qura bilirlər, kollektiv işləyə bilirlər. Biz araşdırma jurnalistikasını tək başına işləyirik zülümlə. Amma indi araşdırma jurnalistikası üçün təşkilatlar var, qruplar var, çoxlu jurnalist birlikləri var ki, gənclər bu qruplarla birlikdə sizin oğurluq faktlarınızı bütün dünya miqyasında araşdıracaq, sizin cinayətlərinizi araşdıracaq. Qətillərlə heç nəyə nail ola bilməyəcəksiniz, əmin edirəm sizi. Tarixdə başqasından yalnız oğru, yalnız quldur kimi qalmayacaqsınız. Siz həm də qatil kimi qalacaqsınız, əmin edirəm sizi.